Bu pasient 39 yaşlı qadındır. Uşaq yaşlarında ezotropiyanın daxili şəklinə əlaqə hər iki gözündə daxili üz əzələlər SS əməliyyatı keçirmişdir. İsə yəni göz almasının ekvatorunun arxasına yapışdığına görə bu cür iki tərəfli konstruktiv ezotropiya formalaşmışdır. Ona görə pasient müraciət edərkən təbii ki, mən uzun müddət bu cür ağır konstruktiv ezotropiya işlərini mən bilirəm ki, dozalama necə olmalı. Amma bu pasiyentin şəkillərini və şikayətini anamnestik olaraq avtomatik yüklədim və ondan kömək istədim. Bu cür vəziyyətlərdə hər zaman ikinci konsensusa ehtiyac duyulur və belə bir alətin əlimizin altında olması bizim üçün bir köməkçi vasitədir ki, ikinci bir rəy görə bizə nə bildirir. Və şəkillər yüklənərkən çox protokollara əsaslanaraq açıq və səlis Azərbaycan dilində terminoloji cəhətdən alim şərh izah edildiyi olan pasiyenti əməl etmək üçün ən azı hər iki daxil üst əzələ önə çəkilməlidir 8 mm və yaxud da ki, bayır əzələ 10-12 mm.